5 nəvədir, 5-i səbr, amma ruhları fərqlidir. O əməlin, səbrin ruhu fərqlidir. Niyə səbr edir? İctimai mövqeyini itirməsin. Çünki biraz oyan-biyan olsa deyərlər biz bu həlin bilirdik, səbirli. Sən o səbirli deyilmiş. Bu ona görə səbirlidir. Bir də səbirlidir niyə? Bilib ki, səbirli olsa Allah düyünləri açacaq dünyada. Ona görə səbirlidir. Biri səbirlidir niyə? Bilir ki, axirətdə nələrsə verəcəklər. Biri səbirlidir niyə? Deyir, mən də onun kimi sabir olum. O necə səbirlidir, mən də səbirli olum. Mən səbir edirəm ki, o məndən razı qalsın. Onu razı salım. Fərqə bax. Allah Quranda buyurur: "Əlləzinə səbəru." O kəslər ki, səbr eləyirlər, ibtiqaə vəchi rabbihim. Allahın razılığını qazanmaq üçün başqa bir şeylər yoxdur, istəklər yoxdur. Fikir verirsiniz? Bax bu niyyət var ha, əsas budur. Özü birinci odur. Sonra əməldir də. Baxın, əməl batindən zahirə çıxmaqdır. Birinci insan batinində baş verir. Məsələn, birdə bir durub əməl eləmirsən ki. Nəsə bir içərdə nə olur? Bir nəsə yaranır ki, durursan, nəsə edirsən. O içdə yaranıb səni hərəkətə gətirəni deyirlər niyyət. Yaxşı? O niyyətin haradır? Mənzulun da oradır.